Salam hər kəsə. Ümid edirəm sizdə hər şey yaxşıdır. Bu günlərim yeni YouTube video ilə, yeni mövzu ilə gəlmişəm və bu mövzunu çoxdan da söz verirəm ki, çəkəcəm. Mənim özümə də aktual mövzudur, çünki mən özüm də bu mərhələdəyəm və düşünürəm ki, mənim auditoriyam üçün də bu çox önəmli, faydalı olacaq. Orta yaş krizisindən danışacağam. Bu adətən normada 37-43 yaş arasını əhatə edir. Ancaq çox vaxt ən tezi 35 yaşından sonra başlayır və 50 yaşına kimi maksimum davam eləyə bilir orta yaş krizisi. Və bu necə olur, yaranır, insan nə hiss eləyə bilər, nələr baş verə bilər insandan, ümumiyyətlə niyə belə olur, bu barədə danışacağam və sonda sizə qısaca bir tapşırıq verəcəm, hansı ki, mən özüm bu yaxınlarda etmişəm bir təlimdən və ümid edirəm ki, bu sizə hazırda prioritetlərinizi müəyyən eləməyə kömək olur. Yaş krizisləri elə bir şeydir ki, normativ krizislərə aiddir də. Yəni biri var normativ krizislər, bir var qeyri-normativ krizislər. Bu demək deyil ki, biri okeydir, digəri okey deyil. Sadəcə normativ krizis odur ki, onu istəsən də, istəməsən də hər kəs keçir. Bu yaş krizisləridir. Çünki insan böyüyür və böyüdükcə həmən yaş mərhələsi gəlir və sən istəsən də, istəməsən də onu tormozlaya bilməzsən. Yaş krizisləri ilkin vaxtlardan başlayır. 1 yaş krizisi var, 3 yaş krizisi var, yeniyetməlik krizisi var, sonra 20 yaş gəlir, sonra 30 yaş gəlir və sonra bax beləcə orta yaş krizisi gəlir 40 və sonra 60 yaş. Düzdür, bugün biz ancaq orta yaş krizisindən danışacağıq, amma belə atlamaq istədim. Əgər normativ krizis də hamı ilə keçirsə, qeyri-normativ krizislər bu mütləq hamı ilə baş vermir. Məsəl üçün, bu ola bilər boşanma da. Əgər insan həyatı boyu boşanmırsa, o bilməyəcək ki, bu krizis nə deməkdir və yaxud da uşaq olandan sonraki krizis. Əgər insan övlad sahibi olmayıbsa, o krizisdən xəbəri olmaya bilər. Yəni o krizisi keçirməyə bilər. Və yaxud da evliliyin özü də bir krizisdir. Yəni heç vaxt ailə həyatı qurmayan insan o mərhələnin krizisini anlaya bilməz. Bu yaxşı və yaxud da pis deyil. Bu sadəcə odur ki, həmən insan o krizisi və yaxud da uşağını itirən insan və yaxud da yoldaşını itirən insan erkən yaşda. Yəni bunlar hamısı qeyri-normativ krizislərdir ki, insanın həyatı boyu başına gələ bilər, amma bu demək deyil ki, mütləq hamının başına gələ bilər. Yalnız o hadisəni yaşayan insan o krizisi keçirdə bilir. Amma bugün normativ krizislərdən danışacağam. Erkən yaş krizislərində əgər uşaq o mərhələdən sonra, çünki insanı növbəti mərhələyə hazırlayır, insanı daha yetişkin mərhələyə hazırlayır. Əgər uşaq vaxtı bu uşaq yeriməyə başlayırsa, əməkləyir, yeriyir, danışmağa başlayırsa və sonra öz hisslərini idarə eləməyə başlayır o krizdən sonra, ondan sonra avtonom olmağa başlayırsa da yeniyetmə dövründən sonra psixoseksual inkişafı tamamlanırsa, yuxarı yaş krizislərində bu daha çox çəkə bilir, bir neçə il çəkə bilir. Əgər erkən yaşlarda 3 həftə, 4 həftə çəkirsə, yuxarı qalxdıqca bunun periodu biraz daha çox çəkə bilər və bu daha emosional şəkildə hiss oluna bilər. 30 yaşında əgər insan nə sualına, kim sualına, harda sualına cavab axtarırsa, əgər 30-a gəlirsə, artıq sosial gözləntilərin pik nöqtəsinə çatır. Mən evləndimmi, evlənmədimmi, o zaman kimlə sualı onu düşündürür və yaxud da harda yaşamaq və yaxud da hansı işi görmək. Çox vaxt insanlar 30-da görəcəkləri işi müəyyənləşdirə bilərlər, yeni bir sahəyə yiyələnə bilərlər və yaxud da həmən yaşda uşaq sahibi, ailə sahibi olmaq istəyi yarana bilir əgər olmayıbsa. Yəni bu daha çox nə kim sualı ilə əlaqəlidirsə, orta yaş krizisi bu biraz fərqlidir. 40 yaşda artıq sual yaranır. Nə üçün? Çünki 40 yaşa qədər artıq insan bütün sosial gözləntiləri qarşılayır, evlənir, uşağı da olur, işi də olur. Yaxşı, bunların hamısını elədim. Bəs indi mən nəyə görə yaşayıram, nə üçün yaşayıram? Hər şeydə məna axtarmağa başlayır, işində məna axtarmağa başlayır,
münasibətlərində məna axtarmağa başlayır. Mən nə istəyirəm sualı daha çox aktuallaşır. Mən necə istəyirəm artıq bu suallar ona gəlməyə başlayır. Və necə başlaya bilər? İnsan özünü tanımamağa başlayır. İnsan özünün yeni şeylərini kəşf eləməyə başlayır. Məsəl üçün mənim özüm də hardasa gələn il 40 yaşım olacaq. Mən özüm də o pik nöqtəsini yaşayıram, orta yaş krizisinin. Çünki qeyri-müəyyənlik çoxdur. Əvvəlki kimi artıq aktual deyil. Əvvəl hiss elədiklərin, əvvəl nəyəsə inandıqların, amma yeni isə hələ məlum deyil. Bu qeyri-müəyyənlikdə insan fərqli cür hiss edə bilər. Bu barədə də danışacağam indi. Həm emosional, həm düşüncələrdə, həm də davranışlarda fərqli şeylər baş verə bilər. İnsan özünü tanımamağa başlayır. Bax beləcə başlayır. Eləcə də onun ətrafı onu tanımamağa başlayır ki, sən dəyişmisən, sən artıq əvvəlki kimi deyilsən. Məsəl üçün mən özümdən nümunə verim. Mənim ağlıma gəlməz. Mən ümumiyyətlə çox yəni karyeraya daha çox bağlı, daha çox belə də reallaşmağa daha çox ömrünü adamış bir insan kimi mən hiss elədim ki, əslində isə mənim darlıq şeyləri, məsəl üçün evə həsr eləmək, ailəyə həsr eləmək, nə bilim, nəyisə hazırlamaq, ümumiyyətlə bu səs-küydən uzaq olmaq mənim daha çox xoşuma gəlməyə başlayırmış. Yəni mütləq görsənmək və mütləq uğurlu olmağa əks hissəsi mənim daha çox xoşuma gəlməyə başlayır. Mən özümü daha rahat hiss eləyirmişəm. Daha çox xoşuma gəlməyə başlayır. Yəni və sair və ilaxır hələ bu yol davam eləyir. Fərqli şeylər görməyə başlayıram. Bu sizdə də ola bilər. Siz də fərqinə vara bilərsiniz ki, əgər siz bu vaxta kimi ekstravert idinizsə, birdən-birə introvert olmağa başlayırsınız, özünüzə çəkilməyə başlayırsınız. Əksinə özünüzdən qalmaq sizə daha çox xoş gəlməyə başlayır. Hamı bu krizislə rastlaşır, ancaq məsələ burasındadır ki, insanlar bu krizisi necə keçir? Adətən əgər insanın öz hissləri ilə, öz tələbatları ilə əlaqəsi varsa, bu insanlar bu mərhələni daha rahat keçirdir. Çünki bu krizis məhz daxilə diqqət tələb eləyir. Elə insanlar da var ki, çox azdır onlarda kontakt özləri ilə, öz hissləri ilə, öz tələbatları ilə. Bu insanlar bu periodu daha belə deyək də dinamik keçirdirlər, daha təlatümlü keçirdirlər. Çünki o insanlar öyrəşibdir fokusu başqalarına verməyə. Yəni öz daxilinə yox, o işə, başqalarını xilas eləməyə, başqalarının problemini həll eləməyə, xaricə. Və bu insanlar məhz bu period gələndə başlayırlar daha məsəl üçün kurslar axtarmağa başlaya bilərlər, daha ixtisasını dəyişməyə başlaya bilərlər, hansısa bir təzədən institutda başlaya bilərlər və yaxud da kiməsə nəsə eləməyə başlaya bilərlər, hansısa proyektə başlaya bilərlər. Nə bu təşvişdən ki, bu o daxili gərginlikdən qurtarsınlar. Öyrəşdikləri dinamikada. Çünki insan nə qədər təşvişi çox hiss eləməyə başlayırsa, çünki dəyişiklikdir. Bilirsiniz, insanın bildiyi şeylər daha sakin gəlir və insan özünü kontrol etmiş hiss eləyir. Və o dəyişəndə, insan qeyri-müəyyənliyə düşəndə təşviş yaranır. Necə yəni? Əvvəlki kimi yox, indi bəs necə? Amma indi də məlum deyil və bu təşvişdən impulsiv hərəkətlər eləməyə başlayır yeri gəlmişkən. Bir də impulsiv insanlar var. O insanlar bu mərhələdə nələr eləyə bilərlər? Dinə gedə bilərlər birbaşa da. Bu vaxta kimi, nə bilim, içən idisə, heç belə dinlə məşğul olmayan idisə, birdən-birə dinə başlaya bilərlər və insanları da buna dəvət eləməyə başlaya bilərlər. Və yaxud da ekstrem sportla məşğul olmağa başlaya bilərlər və yaxud da birdən-birə sağlam qidalanmaya başlaya bilərlər, idmana başlaya bilərlər, marafonlara qoşula bilərlər və yaxud da sevgili edinməyə başlaya bilərlər. Bunlar hamısı bax belə bu təşvişdən özünü axtarmaq, özünü dəyişiklik axtarmaq belə hissindən yarana bilər. İmpulsiv dəyişikliklər etmək istəyi yarana bilər və edə bilər. Gəlin indi baxaq insanda nələr baş verir, insan nə hiss eləməyə başlayır. Emosional olaraq insanda əhval-ruhiyyə dəyişikliyi başlayır. Yəni bir gün özünü yaxşı hiss edirsən, bir gün özünü bədbin hiss edirsən, darıxmaqlıq başlaya bilər,
qıcıq olmağa başlaya bilərsən, hər şey səni qıcıq eləməyə başlaya bilər, məmnunsuzluq başlaya bilər. Hərçənd ki, obyektiv olaraq götürsək həyatınızı, deyə bilərsiniz ki, mən niyə görə məmnun olub? İşim, evim, nə bilim, əgər uşağınız varsa, ailəm, nə bilim, hobbim, amma nədənsə birdən-birə sizə bütün bunlar tatmin etməyə bilər və beləcə apatiya başlaya bilər, beləcə yanma başlaya bilər də, yəni vaxta kimi gördüyünüz işdən soyuya bilərsiniz. Və yaxud da bəzi insanlarda panik atak başlaya bilər də, təşvişdən və yaxud da bəzi insanlarda yeni fobiyalar yaranmağa başlayar bu vaxta kimi. Nəsə qorxmurdusa, tutalım, hündürlükdən qorxmağa. Nostalji hissləri başlaya bilər, köhnəni düşünmək, nostalgiya olmaq, belə hisslər başlaya bilər. Ölüm qorxusu başlaya bilər də, insan anlayır ki, hə, artıq onun orta yaşının orta hissəsi gedib, artıq bundan sonra o biri hissəsi qalıb. Yəni yarısını yaşayıb, yarısı qalıb. Buna görə də ölüm qorxusu yarana bilər. Mən ölsəm özümdən sonra nə qoyacağam, nə gedəcəm, necə öləcəm, belə hisslər yarana bilər insanda və gələcəklə bağlı qorxuları ola bilər belə insanların və libidosu düşə bilər də, seksual istəyi azala bilər. Bu da çox normaldır həmin periodda. Daxili güclü dəyişiklik edə bilər. Çünki köhnə model, çünki insanda o belə olmalıdır, öyrəşdiyi, bu gözləntiləri qarşıladığı gedir. Artıq insan istəmir əvvəlki kimi davranmaq. Artıq insan deyir ki, yox, Edoş, mən belə istəmirəm, bura gəlmişəm. Mən artıq başqa cür istəyirəm. İnsanın yenidən o daxili özü çıxmağa başlayır. Əgər buna çıxmağa imkan versək. Sonra davranışlarda nə dəyişə bilər? Davranışlarda insan impulsiv olaraq dəyişiklik istəyə bilər, məkan dəyişikliyi istəyə bilər də, evini dəyişmək istəyə bilər, ölkəni dəyişmək istəyə bilər, yoldaşını dəyişmək istəyə bilər, boşanmaq istəyi yarana bilər onda və yaxud da cavanlaşmaq istəyi yarana bilər, prosedurlara başlaya bilər, gözəllik prosedurlarına, çünki gəncliyi itirmə qorxusu yarana bilər və yaxud da imic dəyişikliyi istəyi kəskin yarana bilər. Yeri gəlmişkən dəyişiklik yaranmaq istəyi gələndə mənə hələ ki gələn dəyişiklik istəyi imiclə bağlı. Bu yaxınlarda hiss elədim ki, aha, mən istəyirəm bu vaxta kimi mənim saçım rəngi qaradır, öz rəngi və dedim ki, yox, mən saçımın rəngini dəyişmək istəyirəm. Nəsə imic dəyişikliyi istəyirəm. Sonra da anladım ki, hə, krizis özünü göstərir ki, məndə belə bir kəskin imic dəyişikliyi istəyi yaranıb. Bir sözlə, hər şeydə yenilik axtara bilər, yeni davranışlar etmək istəyə bilər. Və düşüncə səviyyəsində nə dəyişə bilər? İnsan düşünməyə başlaya bilər, keçmiş itirilən şanslar, vəziyyətlər haqqında düşünə bilər ki, hə, mən filan vaxtda filan şey eləsəydim, kaş ki bunu eləyərdim, belə olmazdı, indi nə bilim nə olardı, əgər bunu eləsəydim, indi bax, indi belə idi. Yəni təəssüflənməyə başlayır keçmişdə eləmədiyi şeylərə görə və yaxud da öz əldə etdiklərini də dəyərsizləşdirə bilər. Öz əldə etdiklərin sanki heç bir önəmi yoxdur, başqa cür olmalıdır. Belə bir təəssüf hissi yaşaya bilər düşüncələrində. Və bir də belə bir şey başlaya bilər ki, hə, mən filan kəs üçün elədim, filan kəs üçün elədim, filan kəs üçün elədim. Bəs indi mən artıq özünü mən hamıya borcluyam, eləmək istəmirəm. Mən artıq özümü düşünmək istəyirəm. Bilmirəm, fikir vermisinizsə, həmin yaş insan kateqoriyasında insanlar daha çox başlar ki, artıq özümü düşünəcəm, artıq özüm eləyəcəm, artıq bəsdir başqalarını düşündüm. Bu da çox normaldır, bu düşüncələrin gəlməyi nəhayət ki. Bəs necə olur ki, insan anlaya bilər ki, krizisi keçdi və necə olur ki, insan anlaya bilər ki, krizisi keçmədi. Bunun da əlamətləri var da, necə ki, yaş mərhələlərində insan hansısa periodu sağlam keçmirsə, o krizisi sağlam atlamırsa, onun psixikasında o ilişib qalır. Bunu psixoterapiyada korreksiya olunur. Eləcə də 40 yaş krizisi də keçməyəndə nə baş verə bilir, keçəndə nə baş verə bilir. Əgər sağlam şəkildə keçibsə, insan öz hisslərinin fərqinə varırsa, öz tələbatlarının fərqinə varırsa və
krizisdə olduğunu anlayırsa və bunu belə deyək də tələsik nəsə etməyə çalışmağı yox, indi birazdan tipik səhvlərdən də danışacağam. Etmirsə, o zaman necə tamamlanır? İnsan özünü yeniləşmiş hiss eləyir. Sanki insanın daha bir belə də bir mərhələ bitir, daha prime erası başlayır. Bu da ondadır ki, artıq bu vaxta kimi həyatın səninlə baş verənlər idisə, sənin nə bilim valideynlərinin, nə bilim ailənin seçimləri, həyatın seçimləri, ölkə, artıq 40 yaşından sonra baş verənlər sənin seçimlərinin nəticəsidir. Çünki artıq 40 yaşında insan artıq tam formalaşmış insandır, artıq öz qərarlarını verən, artıq müdrikləşmiş insandır və 40-dan sonra artıq həyatının nəticəsi artıq sənin qərarlarının nəticəsi olur. Ona görə də insan özünü yenilənmiş hiss eləməyə başlayır və təəssüf hiss etmir. Təəssüf hiss etmir ki, ay həyatımı belə yaşasaydım belə olardı, elə yaşasaydım elə olardı. Çünki artıq istədiyi şeyləri etməyə başlayır və istəyib də edə bilmədiyi şeyləri isə buraxır. Yəni məsəl üçün əgər 40-a qədər nəyisə etməli idisə, eləməyibsə, təəssüflənirsə, artıq onu buraxmağa başlayır ki, yaxşı ki, heç olmadı. Yaxşı ki, heç olmamasıdır. Yəni deməyim odur ki, insan buraxmağa başlayır ki, okey də olmadı, nə yaxşı ki də olmadı. Çünki heç mən də buna heç hazır deyildim və yaxud da ki, elə yaxşı ki belə oldu. Ona görə də sağlaşmağa başlayır və həyatını yaşamağa başlayır. Artıq insanların diktə elədiyi, insanların gözlədiyi kimi yox, özünün istədiyi kimi, özünün qərar verdiyi kimi və həyatı daha maraqlı və daha keyfiyyətli olmağa başlayır. Daha maraqlı olmağa başlayır çünki öz hisslərindən, öz istəklərindən qurmağa başlayır həyatını, seçimlərini etməyə başlayır. Əgər hansısa seçimlərdə dəyişiklik etmək lazımdırsa, dəyişik eləyir. Hansısa seçimləri saxlamaq istəyirsə, sadəcə ona yeni cür adaptə olmağa başlayır. Bəs əgər keçməyəndə necə olur? Biz bunu yaşlılarda görə bilərik. İstəsəz siz də müşahidə edə bilərsiniz. Bu insanlar sosial gözləntiləri qarşılamaqda davam etməyə başlayırlar. Yəni necə davam edirdilərsə, eləcə də başqalarının gözləntilərini qarşılamağa davam etməyə başlayırlar və keçəndə insan krizisi, bunu demədim, insanda düşüncədə elastiklik yaranır düşüncələrdə. Yəni insan başa düşür ki, bu da okeydir, bu da okeydir, həyatda bu da olur, bu da olur. Yəni həyat ağ-qaradan ibarət deyil ki, mütləq belə olmalıdır. Sənə artıq belə deyək də müdriklik gəlir və insan həyatı daha ciddi yox, daha rahat qəbul eləməyə başlayır. Amma bu mərhələni keçməyəndə siz bu insanlarda görmək olar. Xarakterli yaşlılar. Hərdən deyirlər, oy nə xarakteri var bunun da, yəni ki, dediyim dedikdir, yox, bu belə olmalıdır, belə olmalıdır, başqa cür bilmir, başqa cür qəbul eləmir, başqa cür, hətta insanları da yora bilir belə insanlar öz qatı düşüncəsi ilə, yəni ağ-qara düşüncəsi ilə başqa bir düşüncəyə yer verə bilmir. Yox, mən belə fikirləşirəm və belə olmalıdır. Başqasının düşüncəsini belə, başqa cür olma variantını belə qəbul etmək istəmir və təbii ki, bu xarakter ətrafında əliyir, ancaq yaxınları onu atmayacaqlar ki, yaxınları ondan qalır, amma ətrafını əliyə bilir belə insanlar. Kiməsə görə yaşamağa başlayırlar. Çünki insan ki özünü anlamır, öz hisslərini, öz tələbatlarını anlamır, özünə dönə bilmədiyinə görə, o mərhələni keçə bilmədiyinə görə məna olaraq başqalarına görə yaşamağı seçir. Məsəl üçün, əgər uşaqlar böyüyübsə, artıq hamısı ailə qurubsa, onlardan tələb eləyir ki, nəvə olsun, mən başımı qatım. Nəvə ilə başını qatır, sonra o biri nəvə ilə başını qatır, sonra bu biri nəvə ilə başını. Yəni, nə ilənsə kiməsə görə yaşamaq, kiməsə xidmət etməklə beləcə ömrünü başa vurur. Nəinki öz istəklərindən nəsə etmək. Və ən əsası görə bilərsiniz, daima deyinirlər. Daima bizim vaxtımızda belə deyildi, bizim vaxtımızda elə idi. Əvvəl nə bilim yeməklər də başqa idi, içməklər də başqa idi, ot da yaşıl idi, nə bilim nə.
belə hər şeyə deyinə bilərlər, yəni qəbullanmaya bilərlər yaşadıqlarını. Bu da ondan irəli gəlir ki, həyatlarından məmnunsuz olaraq qalırlar. Çünki həyatlarını istəklərindən yaşamırlar və dəyişiklik etmirlər. Yəni bu mərhələni belə deyək də sağlam keçə bilmirlər. Ümumiyyətlə yaş krizisi bu xəstəlik deyil, bu belə deyək də pis bir şey deyil. Bu əksinə insanı daha qabağa atan bir şeydir. Sadəcə mərhələ özü ağrılı ola bilər. Bunu çox vaxt nə ilə oxşar eləyirlər? O kəpənək ki öz qınından çırpınır, ağrı çəkir, çıxmağa, sonra çıxandan sonra gözəl bir kəpənəyə çevrilir, rəngli, azad. Bax, insanın da orta yaş krizisinin keçməsi bax buna bənzəyir. İnsan çox daxili insanı çox ştormut eləyir, çox təlatüm eləyə bilər ora, bura, dəyişiklik, qeyri-müəyyənlik, özündə bilmirsən nə istəyirsən, yorulursan, gah sevinirsən, gah kədərlənirsən, amma bu elə məhz dəyişiklik mərhələsidir ki, səni daha üstün mərhələyə keçirdir. Ona görə də hə, bu biraz çətin ola bilər, biraz ağrılı gələ bilər, amma keçəndən sonra daha gözəl mərhələ başlayır. Bu mərhələdə insan hansı tipik səhvləri eləyə bilər ki, yaxşı olardı ki, bundan qaçınsın. Bir, əvvəlki vəziyyətə özünü qaytarmağa məcbur etsin. Bu məsəl üçün mənim uzun müddət etdiyim səhvlərdən olub. Mən hiss edirdim ki, əvvəlki kimi nə işimdə, nə də münasibətdə əvvəlki kimi ola bilmirəm. Yeni də bilmirdim necədir, ancaq yeni məndə qeyri-müəyyənlik yaratdığına görə insan bildiyi şey etmək istəyir axı, arxalanmaq istəyir, kontrol edir, onda daha sakin olur. Ona görə də əvvəlkini saxlamağa çalışırdım ki, bəlkə əvvəlki kimi, amma əvvəlki kimi də olmaq mümkün deyil, çünki sən artıq əvvəlki kimi ola bilmirsən. Bax, bu da ən tipik, mən sonra bunu anladım, təbii ki. Ancaq bax, bu da ən tipik səhvlərdən biri ola bilər ki, əvvəlki səni saxlamağa çalışmaq, məcbur etmək özünü ki, yox, sən əvvəlki kimi olmalısan. İkinci, tez impulsiv dəyişikliklər etmək. Tez, nə bilim, partnyoru dəyişmək və yaxud da məkanı dəyişmək və yaxud da işi dəyişmək, impulsiv olaraq tez dəyişiklik etmək. Bu dəyişiklik istəyi əslində daxili təşvişdən qurtulmaq istəyindən irəli gəlir. Yəni insan düşünür ki, əgər bunu dəyişsəm mən rahat olacağam və mən bu daxili təlatümü yaşamayacağam. Ancaq yaxşı olar ki, yəni daxillə işləyəsiz. Yəni insan daxili iş əvəzinə xarici dəyişməyə çalışır. Bu da tipik səhvlərdən biri ola bilər. Asılılıqla bastırmaq bu hissləri, nə bilim, alkol, siqaretə başlamaq, alkola başlamaq, nə bilim, hədsiz şopinqə başlamaq, hədsiz şopinq eləmək və s. və ilax hansısa asılılıqlara başlamaq bu hissdən qurtulmaqdan ötürü. Və yaxud da başqalarını günahlandırmaq, sənə görə, nə bilim, ölkəsini günahlandırmaq, yoldaşını günahlandırmaq, partnyorunu günahlandırmaq, müdirini günahlandırmaq, sizə görə, sənə görə. Çünki bu məsələ insanın özünün daxilində baş verir. Və ən axırda tipik səhvlərdən biri özünü izolə etmək. Çünki həqiqətən də bu mərhələdə insan özünü yalnızlığa çəkmək istəyir, daxilə qapanmaq istəyir. Ancaq yaxşı olardı ki, bu mərhələdə dəstək alasınız, psixoterapevtik dəstək alasınız. Çünki həqiqətən də bu elədir ki, ətrafdan norma kimi görsənir və insanlar başa düşməyə bilərlər ki, sizlə nə baş verir, necə olur ki, birdən-birə dəyişirsiniz. Amma psixoterapiyada bunu bilən insandan, sizə dəstək olan insandan, əsas da ki, əgər hisslərinizlə kontaktınız yoxdursa, əgər öz tələbatlarınızla kontaktınız yoxdursa, ümumiyyətlə bu özü bir itkidir, insan keçmişi itirir və yeni mərhələyə keçməyə başlayır. Burada kədər var, burada fərqli aqressiya var, fərqli hisslər var və bunu daha rahat keçirmək üçün təbii ki, yaxşı olardı ki, dəstək alasınız və yaxud da məhz bu mərhələdə, bu yaş mərhələsində olan insanlarla kontakt olasınız, hiss etməyə, çünki siz tək deyilsiniz, bu mərhələni keçirən insanlar da var və sizinlə hər şey okeydir.
İndi isə sizə sonda bir tapşırıq verəcəm. Bu tapşırığı mən də bu yaxınlarda etmişəm bir təlimdə və bu tapşırıq sizə nəyə kömək olacaq? Ona kömək olacaq ki, hazırda ən azından sizdə müəyyənlik bir olsun ki, sizin daxili şəxsiyyətinizin daxili özəyi hazırki vəziyyət üçün nədir? Çünki bu bir neçə ildən sonra dəyişə də bilər, amma məhz hazırki vəziyyətdə nədir? Çünki bunu bilmək istəyirik biz, məhz bu müddət ki, qeyri-müəyyənlik çoxdur. Bir vərəq götürürsüz, bir qələm götürürsüz və ora 20 rolunuzu yazırsınız. Rolunuzu nə mənada? Bax, sizin nə rolunuz? Amma 20-dən az olmayaraq. Burada şərt odur, 20-dən az olmayaraq. Bilirəm, müəyyən bir bəzi insanlar 5-6-ya çatandan sonra deyir ki, nə var, nə rolum var ki, düşünün, gələcək. Mən sizə kömək üçün deyim. Məsəl üçün, mən övladam, yəni qızam, həyat yoldaşıyam, anayam, qadınam, bacıyam, qohumam, nə bilim ki, yəni siz düşünün, həyatınızda hazırda nə rollar var, nə rolları görürsüz, kimsiz, həyatda hansı rolları edirsiniz, 20 rolu yazırsınız. Qoyursunuz rahat qarşınıza bir stəkanda su, düşünün, tələsmədən 20 rolu yazır. Mən növbətiyə keçirəm ki, vaxt getməsin, amma siz pauzaya basıb yaza bilərsiniz. Sonra pauzadan çıxardıb məni dinləyə bilərsiniz ki, tapşırıq itməsin effekti. İndi isə həmən o 20 roldan bir silirsiniz. Axırda 5 rol qalmaqla. Axırda 5 dənə rol qalmalıdır. Qalan bütün rolları silməlisiniz. Bilirəm, biraz ağrılı gəlir insana, bəzi rolları insan silmək istəmir, qəddarcasına görsənir. Amma mən özüm də bu tapşırıq eləyəndə əlim əsirdim silməyə. Və 5 dənə rol qalır. 5 rol. Silin. 5 rol qaldı. O rollara diqqətlə baxın. İndi isə sizdən növbəti bir şey xahiş edəcəm. Bu daha qəddar olacaq. Amma bu sondur. İndi isə növbəti ikisini də silin. Yerdə 3 dənə rol qalsın. 3 rol. Bilirəm, bu ən çətinidir. 5 roldan 3 rol saxlayırsınız. 3 rol. Bax, o 3 rol nədirsə, sizin hazırki şəxsiyyətinizin özəyi o 3 roldur. O 3 rola hazırda diqqət eləməlisiniz ki, siz təmin olunmuş hiss eləyəsiniz. Sonraki ki, o 2 rol var idi o 5-dən, sonra gələnlər odur. Ona görə də əgər özünüzü hazırda təmin olmuş hiss eləmək istəyirsinizsə, o zaman o rollara mütləq həftə ərzində zaman, vaxt, keyfiyyətli vaxt sərf edin. Məndə, məsəl üçün, o rolda var idi həyat yoldaşı, 3 rolda, ana və qadın. Psixoloq olmaq 5 rolun içində idi. Mən özüm də bu cavabı görəndə şokdaydım. Çünki mən elə gəlirdi ki, mənim belə deyək də, işim daha önəmlidir, daha top 3-dədir. Amma hazırda elə deyilmiş. Və bu məni şoka saldı həqiqətən də bu nəticə. Həqiqətən də düşünəndə baxdım ki, məhz indi mənim üçün bu 3 rol daha önəmlidir və mən ona daha çox vaxt sərf edirəm. Ondan sonra artıq qalan vaxtda öz işimə. Normaldır, mənim uşağım da hələ körpədir. Hazırki vəziyyət, bilmirəm, 5 ildən sonra bu dəyişə bilər, 10 ildən sonra bu dəyişə bilər, amma hazırda bu belə. Bax, indi sizdə də
Hazırda bu belədir. Hazır ki, bu yaş krizisi dönəmində. Ona görə də ona vaxt ayırsanız, özünüzü daha təmin olunmuş hiss edə bilərsiniz bu dövr ərzində. Mənim demək istədiklərim bu qədər yaş krizisi ilə bağlı. Ümumiyyətlə yaş krizisi bitəndə bu mərhələ siz ən əsas məqamlardan biri olacaq ki, siz həqiqətən də anlayacaqsınız ki, nə sizin idi, nə sizin deyildi. Nə bu vaxta qədər sizə etiketləmələr idi, sizə yapışdırılmış gözləntilər, etiketləmələr idi, nə həqiqətən sizə aid bir şey idi. Və bura məhz bir məqam da var ki, burada siz qərar verirsiniz. Nəyi əldə etməyə hazırsınız, nəyi itirməyə hazırsınız. Çünki hər bir əldə etdiyimiz şey, hər bir seçimimiz paralel olaraq özü ilə o biri nə desə, onun itkisini gətirir. Amma burada artıq insan hazır olur ki, hə, mən bu həyatı yaşamaq üçün, bunu etmək üçün bu itkiyə hazıram. Sonda sizə dəstək olmaq istərdim ki, bilirəm bu biraz qeyri-müəyyənlik mərhələsidir, fərqli hisslər keçirdə bilərsiniz. Ancaq bu mərhələdə bütün mərhələlər kimi başlanğıcı və sonu var. Mənim isə demək istədiklərim bugünkü gün bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.